Hamınızı salamlar dostlar. Kanalıma ve videoma hoş gəlmisiniz. Bugün uzun aradan sonra artıq bu günümü vloglamaq qərarına gəldim. Çünki çoxdandır ki video atmıram. Elə videolarımın 70%-nə baxsız videonun başlanğıcında bu sözü deyirəm. Bugün kursa gedirik. Mən IELTS-a başlamışam və IELTS kursuna gedirəm. Əlimdə bir dənə jaket götürmüşəm. Özümdə belə giyinmişəm. Və bugün nəsə anksiyetam azdır. Yəni cavab üçün bir çəkirəm. Avtovağzalda düşdüm, 15 nömrəyə minmişdim də. Şofer o qədər sərt sürdü ki, vaxtında çatmadı mətnini tanımlamaya. Sağ olun. Kursumuz. Sara xanım, kursumuz necə gedir? Yox. Uşaqlar, biz imtahan deyəcəyik. Nokta imtahan veririk. Mayın əvvəli marafon olacaq və tələbələr üçün hələ pulsuzdur. Və mən də qeydiyyatdan keçmişdim və bu qızların hamısı qeydiyyatdan keçib. Gedirəm nömrəmi götürməyə. Görürsən nömrəm neçə olacaq? Səndə 9000 neçə idi? Səndə 9000-dir, səndə? Məndə 11000 zad olar. Evet, 11000 falan olar yəni. Nasıl kimdir? Geldik. Səncə neçə çıxacaq nömrən? Məncə 11000 ölçmə belə Mən də düşünürəm. Məncə 15 abartıdır. yaxşı. 14782. Sən? elə exact number. 12183. 15000 deyəndə deyirsiniz ki 16000'di bu arada. 15900 diyen 16000 tekrar. Bunu çəkmə. Ay. 15000. Sağ olun. Zerkani istəyirəm. 11111. 1932. Yo, adım bularsa. Gəldik yemək uşaqlar. Bularcıda mutlu Kameram qoşduğum üçün aksana getdi. Sen de işine değilsin. Bakayım. Sən deməyin fikirli reviewlarının dadı mənə tamam istərəkdir. Mənim fikrim Sponsor ol, Canly. Mənə təşkildə belə gələn deyilmi? Nar. Bir dənə sual verin ki, mənim o bir şeyimdə. Sağ olun. Çox sağ olun. Ayranım gəlməyib mənim. Birinci dəfə gəlirəm. Yaşıyor bu. Evet, çox wow deyil. Yedik, doyduq, isə gedirik. Bu da mənim outfitim uşaqlar. Abi de gəl. Ne zemine? Biliyor musun? Ay, yaxşılar. Ya sen de ye. Biz de onu geri getiririz yani. Qatar yolum. Ne bir...
course. We'll get Bakın şokolata elde bildim. Bir an hiç erimedi üzerine. Sonunda. Dersimin deli bitirdim uşaqlar. Bu da imtahan üçün aldığım qeydlərdir. Burada da stikeri görə bilərsiniz. İşlədim, artıq bağlayıram. Bu qədər yetər. Uşaqlar, girmədiyim imtahanı bugün verirəm. Görək necə olacaq imtahanım. İnşallah yaxşı keçər. Artıq neçə dəfə oxumuşum, bir zəhmət yaxşı keçsin. GDP'nin ve ekonomiste təsiri nədir yazmışam GDP'ye? Nə çıxıyorsun? Gözəl sualdı. Adam güzel sordu. Kısa ve adil şekilde saydım. Yoktu cevap. Sen imtihandan ne seçiyorsun? 15. 15? Uşaqlar, 6 cəmi cümlə tanı. Sən sual oxuyub, görək axı nə olacaq bu uşağın. Bu həyatda altın qədər cəsarətli olmanızı gərək yoxdur, yəni bu riskdən başqa bir şey deyil. Çıxardım bunu, yapışdırdım pəncərəyə. Gedək artıq. Yaş. Bizim universitetin mənzərəsi. İçəri şəhərdə oxumağın ayrı havası var. Hissədəyik. Tam düşünürəm. GDP is the market value of all the final goods produced within a country. Mütləq bir söz belə unutma. Bu da deyirəm. Is the market value of all the final goods produced within a country İlk evine in period of time. Düzdür. Tamam. Hava niye bu kadar soyudu? Gəldim, çatdım evə. Bu gün hava çox küləkli idi və çox pis idi də. İmtahanı verdim uşaqlar. Normal keçdi. Məncə yəni müəllim tam bal da verə bilər, 1-2 bal da kəsə bilər. Kəsmək deyil də, yəni tam bal versə sevinərəm. Burada müəllimə səslənirəm əgər baxsa. Ümumilikdə mən imtahan haqqında sizə danışmaq istəyirəm. Ya böyük ehtimal bunu videonun başlanğıcına yazacağam, ya da ki indi belə onun haqqında danışmaq istəyirəm. Uşaqlar, bir insan imtahanı olduğunu unuda bilərmi? Amma olurmuş uşaqlar. Yəni mən sizə buna danışacağam. Düzdür, mənə haqq verin amma. Çünki başqa haqq verilməsəz, yəni başqa bir şey deyəmərsiniz. Çünki mən haqlıyam. Necə oldu ki, mən imtahanı unutdum uşaqlar. Deməli, mənim 5-ci gün dərsim var idi və imtahanım da var idi və həmin gün əlavə dərsi salınmışdı. Üstəgəl belə xırda-xırda şeylər çox idi da. İmtahan kağızlarına baxmaq olsun, nə bilim, əlavə dərsimiz olsun, ümumiyyətlə dərsdə iştirak olsun, qayıb almamaq üçün. Yəni belə şeylər var idi və eyni zamanda imtahanımız da var idi və mən səhər durmuşam, budilnik çalıb və həmin gün 2-3 saat yuxu yatmışam, məncə 2 saat idi da. Maksimum 3 saat yuxu yatmışam və imtahan sonları hamısını oxuyub yatmışam ki, yəni durub təzədən onu oxumayım da, səhər tezdən. Budilnikim çaldı, durdum. Dedim ki, bu gün mənim ediləcək bəzi şeylərim var. İmtahan kağızlarına baxmağa getməyəcəm. Müəllim bal qaldıran deyil onsuz da. Əlavə dərsə də getmirəm və o birisi dərsə də iştirak etmirəm. Yəni qayıb çox da problem yaratmayacaq mənə. Çünki dərslərdə iştirak etmişəm və getməsəm olmaz. Yəni yorulmuşam. Və beynim belə düşünür. Beynim siqnal verir ki, Zərfi, bugün sənin önəmli bir şeyin var. Mən düşünürəm ki, mənim kursum var. Mən də deyirəm ki, yoxdur, kursum sabahdır. Nə əlaqədir Zərfi? Kursu sən sabahdır, yəni bu gün deyil. Deyirəm, bəlkə yaxşı, kursun sabahdır. Bəlkə kursu hazırlaşmalısan, vaxtın olmayacaq falan filan deyə düşünürəm. Yox, uşaqlar, yox da, yəni heç ağlıma gəlmir. Deyirəm ki, önəmli nəsə var, önəmli nəyin olduğu ağlıma gəlmir. Yəni imtahanı yadıma sala bilmirəm. Nəysə, nə qədər elədim, ağlıma düşmədi. Mən də dedim, hə, yaxşı onda
Nəyə görə bu günü qurub oyanmaq istəyirdim. Hər nəysə yatdım abratını. Və uşaqlar, mən oyananda Həsənin otaqdan çıxdığını gördüm də. Uşaq Bakıdan gəlmişdi, imtahanı vardı, dərs vardı, nə idisə. Və beynim o anda algıladı ki, Zərifə, bu gün sənin imtahanın var idi. Uşaqlar, bir dənə stressləndim, bir dənə şey elədim. Ay, mən necə eləyəcəm, nətər eləyəcəm? Mən arayış almalıyam, arayış almaq üçün yerlər açıqdırmı? Mən hara müraciət edeyim, nətər eləyəcəm, nətər həll eləyəcəm? Bütün bunlar, mamamı yığmışam təzdən, Həsən və yanımda və sakitləşdik ki, Zərifə, okeydə, hər şey yaxşıdır. Dedim ki, alınmayacaq da yəqin ki. Allah'a həll elədik bunu. İmtahanı verdim. İmtahan yaxşı keçdi. Düzü biraz ona heyfslənmişdim ki, mən imtahanı biraz gec vermiş oldum. Yəni bu imtahan da çətin deyildi və bu imtahanı daha tez verə bilərdim. Yəni çətin bir imtahan olsaydı deyərdim ki, hə də, yəni Zərifə vaxt qazandı, amma burada nəyə vaxtın qazanmış olursan? Nəysə, bu cür müəllimə deyirmiş, mənim imtahanım var ekonometrikadan. Belə baxır, müəllim ekonometrika verməmişsə imtahan dedim, yox da. Xəbəri yoxdur, çip tələbəsi imtahan verəcək. Nəysə. Oha, ad vermənin hamısı düz eləmişəm, hamısı tipimə fikir verməyim. Ayda, dən səhv. Aga.